Qanlı 20 yanvar 1990-cı il hadisələri, faktlar və təhlillər mövzusunda tədbir keçirilib. Tədbir Milli İrsi Mədəni Tarix Araşdırmaları Fondu və Dünya Azərbaycanlıları Həmləliyinə Dəstək İctimai Birliyinin dəstəyi ilə həyata keçirilib. Tədbir Dünya Azərbaycanlıları Strateji Araşdırmalar və Təhlil Mərkəzinin rəhbəri Tofiq Əlizadənin başçılığı ilə aparılıb. Qeyd edək ki, tədbir Yasamal rayonu Zahid Xəlilov 43 ünvanında yerləşən Litera Kitab evində baş tutub. Bugünkü tədbirimiz artıq 36 yaşı olan Yanvar faciəsinə rəsmidir. Və ilk olaraq mən təklif edirəm, xahiş edirəm ki, başda 20 Yanvar şəhidlərimiz olmaqla, üzvələnliyimiz ərazi bütövlüyümüz uğrunda canlı fəda etmiş bütün insanlarımızı, şəhidlərimizi bir dəqiqə sürüşmən yadırıq. Bəlkə də biz 50 il, 60 il ildən bir başımıza belə faciələr gəlir və biz bəzən tariximizi unururuq, bəzən tarixi hadisələrdən nəticə çıxarda bilmirik. Hindistanda Şamiyanın yığdığı var dövlətin bir hissəsini qaytarmaq olur. Əsas məsələ odur. O da deyir ki, mən onu verə bilmərəm, yəni o Hindistan çökər. Yəni pul çoxdur, həddindən artıq. Qonşularla suyumuzu, çörəyimizi 70 il ərzində yedilər, içdilər, varımızı, dövlətimizi daşıdılar, ən yüksək mərtəbələrdə, vəzifələrdə oldular və bizim haqqımızda olan məsələlər də görürsünüz göz qabağında. Bu gözəl bir məkanda Litera Kitab Mərkəzində keçirilən bu tədbirdə də böyük məmnuniyyətlə iştirak edirik. Demək, Tofiq müəllimin gözəl bir çıxışlarla şahidi olduq. O hər dəfə keçirdiyi tədbirlərdə arxiv materiallarına əsaslanır, keçmişi xatırladır. Çünki özü politoloq olsa da, o bütün bugünkü verdiyi gözəl müsahibələrində hər dəfə nələrisə bizə çatdırır. Azərbaycanın başına gələn, onun zaman-zaman 1905-1918-ci ildən üzü bugünkü gününə qədər başına gələn fəlakətləri biz gözümüzün şahidi olmasaq da bir çox illər öncə, amma ki bütün bunların biz şahidiyik hal-hazırda. Mən özüm hərbiçi ailəsi olsam da, bütün bu hadisələrin dərinliklərinə getmişəm həmişə. Özüm baş redaktoru olaraq hər dəfə bunları işıqlandırmışam Carçı jurnalında və mən hər dəfə deyirəm ki, bizim şəhidlərimiz ölməzdir. Onları hər dəfə biz anırıq. Artıq 36 il keçməyinə baxmayaraq hər il biz 20 yanvar şəhidlərini anırıq. Çünki o qanlı faciəni, o qanlı illərimizi biz unuda bilmərik. Bütün 7-dən 17-yə hamısı Şəhidlər Xiyabanına gedib onların ruhlarını bir daha anmaqları elə bilirəm ki, bizim bu mənəvi borcumuzdur. 20 yanvar Azərbaycan xalqının qanlı yaddaşıdır. Bu ərəfədə bütün yenə qeyd etdiyim kimi bütün birliklərdə, bütün təhsil ocaqlarında, məktəblərimizdə böyük tədbirlər keçirilir. Bugün də bizim Dünya Azərbaycanlılarına Dəstək İctimai Birliyinin sədri hörmətli Tofiq müəllim Əlizadənin təşkilatçılığı ilə kitab məkanında böyük bir tədbir keçirildi. Tofiq müəllim bir araşdırmaçı, ziyalı olaraq bu lənət olmuş düşmənlərimiz haqqında çox böyük, geniş məlumat verdi və onun bütün danışıqlarından sonra bizim danışıqlarımız bir növ ona bir köməkçi rol oynadı.